Dilşad bütün qoyun quzunu satır Diləhmədə, gedir Bakıya. Deyir, Bakıdan qaydanda mahşur müğənni Dilşad kimi qaydacaqlar. Bu ne ola? Taxarsan öz boynundan, xatadan baladan qoruyar səni. Kurt dişi. Bu ne o vakti yoldaşımın babası memesi meydinin üstünden götürüyor. Müharebe kutanandan sonra maşin vurdu onu öldü. Ondan sonra bunu benim kaynatam takırdı. Onun da üstüne panel düştü. Man sanat göstermek istiyorum. Məqsədindən dönmə. Tutduğumu da bırak. Sen bir tuttuğu özün bırak. Sen bana tutma buradan. Onun yiyəsi var ha. Diri bastıracaq bizi. Siz o küçüğü yiyəsiz ha. Onu pəncərədən atanda görüblər sən. Öyle söylemem ki bakın. Şəhərdən olsa! Kim turladı bana sonra? Tutaq ki mən. Bu Tərlan xanım sənin üçün nələr eləyəcək? Görən olmadı ki. Gören olsaydı biyabır olacak. Dilşad bu kimdir? Böcek bu tarlandı da ben prodüsörüm. Belə tərlan olar da. Bunun bığı 12. Dilşad kədərlini ictimaiyyətə təqdim etməyin vaxtıdır. Pul her şeyi həll edirsə, o Dilşad efirə çıxacaq, siz də görərsiniz. O Dilşad qoy efirə çıxsın, mən üstə olmam. Lalə bağlayırım, düz gedirəm Baykumun qabağına. Bir dəqiqə, mən neydir? Mən bir qadınla verilişi efirdədir. Çırt çırt cırtdanım, təçəmə cırtdanım. Mənimlə siz bütün show biznesi əl alacaqsınız. Bilirsən bunu? Burada kamera var. Vəziyyət pisdir. İt ölüm. Arkadaş aradan çıkmam lazım. Nə oldu be? Bu kastele bizi çağırır baldadaş. Şu görə nə istəyirdi? Biz uşağı xəstəxanadan qaçırtdık. Bu nədir də? Qurd Dişi 11 dekabrdan kinoteatrlarda. Baş sponsorlu X-City yaşayış kompleksi. Sponsor Qardaşlar Mebel. Ama bu dəqiq xatadan baladan qoruyor.